Ofis işlərinə, ölkəmizdə zaten ofis işləri tez-tez olur yoldaşlar. Mən onlardan bir neçəsindən misal vermək istəmişəm. Misal üçün, ən yenilərindən. Misal üçün, ofis assistenti işi var. Bu ofis assistenti işi kimlər üçündür? Məsuliyyətli və dəqiq olan bir şəxslər üçündür. 400 manatlıq bir işdir zaten yoldaşlar. İndi düşünə bilərsiniz ki, nəyə görə 400 manatdır? Çünki çox şey tələb eləmir. Bu birinci məqam. İkinci bir məqam bundan ibarətdir ki, bu yarımştat bir işdir, part-time bir işdir. Misal üçün, həftə içi saat günorta 2-dən axşam 6-ya kimidir. Şənbə və bazar isə tam iş günüdür. Yəni, onun yarısından 6-ya kimidir. Belə bir işdir. Yəni, bu, siz gənclər varsa aranızda, bax, bundan gözəl fürsət olaraq istifadə edə bilərsiniz, təcrübə toplaya bilərsiniz. Asfon Electronics-dədir yoldaşlar bu. Müstəqil işləmə bacarığınız varsa, baxın, belə bir iş var. Ciddi şərtləri yoxdur yoldaşlar. Sonra reception işi var, 20-35 yaşlı şəxslər üçündür bu. Bunda mən sizə digər reception işləri də var yoldaşlar. Güclü, yəni çox şey tələb eləyən, əmək haqqısı yüksək olan. Amma mən sizə bu videoda az şərtli olanları, bu sahədə karyera qurmaq istəyənlərə nisbətən zəif olan variantlarını bildirirəm sizə. Misal üçün, belə bir iş də var, reception işi 20-35 yaşlı şəxslər üçün. Bu da Atatürk prospektindədir yoldaşlar. Rəhbərliyin tapşırıqlarını icra edirsiniz, gələn qonaqları qarşılayırsınız, qeydiyyatını icra edirsiniz. Bundan əlavə qeydiyyatçı işi var yoldaşlar, qeydiyyatçı reception işi var, Nardaran Investədir. 700-900 manat aralığında dəyişir. Ofis proqramlarını bilirsinizsə bu işə müraciət etməyi düşünə bilərsiniz. Bundan əlavə ofis meneceri təhsil mərkəzində də var. Burada da 20-35 yaş tələb edir. Yasamal rayonundadır yoldaşlar bu iş. Əgər Word-ü, Excel-i, Docs-u, daha doğrusu Sheets-i var, bəzi proqramlar var da, Google Workspace proqramları. O proqramları bilirsinizsə buna düşünə bilərsiniz müraciət eləməyə. Sonra qeydiyyatçı işi var Azərmətdə. Burada da misal üçün 495 manat verir. Nərimanov rayonundadır. 20-25 yaşlı şəxs olmalısınız. Orta ixtisasınız varsa və Azərbaycan və Rus dilini əla səviyyədə bilirsiniz və ofis proqramlarından istifadə etmə bacarığınız varsa və əlavə olaraq da gecə növbələrinə çıxa bilirsinizsə buna müraciət edə bilərsiniz. Bu, misal üçün, Azərmətdəki bayaqdan sadalananlara nisbətən daha çox şərt qoydu sizin qarşınıza yoldaşlar. Sonra 500-600 manatlıq başqa bir variant da var. Bakı Elektrikdə 20-30 yaşlı şəxslər üçündür. Orta ixtisasınız olmalıdır. Bu da Rus dilini tələb edir yoldaşlar. Bir C proqramı üzrə ilkin bilikləriniz və ya təcrübəniz olmalıdır. Bax, belə bir şərtlər var. Mən hələ bunlar ən yüngülləri də, xəbəriniz olsun. Sonra konsultant işi var yoldaşlar, Zoline-da bununla da məşğul ola bilərsiniz. 20-35 yaşlı şəxsinizsə bu işə müraciət edə bilərsiniz. Bundan əlavə başqa bir iş var. Misal üçün, çağrı mərkəzi operatoru işidir yoldaşlar. Burada təcrübə tələb olunmur. Əsas tələb olunan budur ki, minimum B2 səviyyəsində ingilis dili biliyiniz malik olasınız. Əgər ingilis dilini bilirsinizsə, Türk Hava Yollarına xidmət göstərən layihədə iştirak edə bilərsiniz, müştəri nümayəndəsi olaraq. 19-35 yaşlı bir şəxsinizsə yoldaşlar. Bu 28 mayda olmalıdır yoldaşlar. Bundan əlavə yeni məzun olmuş tələbələr üçün də iş var. Misal üçün, Azera Holdingdə. Əgər aranızda kimsə ali təhsillidirsə və bu ali təhsilin maliyyə və mühasibatlıq sahəsindədirsə və bundan əlavə ofis proqramları biliyi varsa, həmin şəxslər üçün mühasibatlıq sahəsi üzrə təcrübə proqramı var. Ondan fürsət olaraq istifadə edə bilər. Aranızda əgər ali təhsilli olub, ofis proqramlarını, Google Workspace-i bilən varsa, biznes analiz alətləri və metodologiyalardan marağı olan varsa, müasir kommunikasiya və əməkdaşlıq platformalarından istifadə bacarığı olan varsa, bilsin ki, Kapital Bankda, bir bankda IT biznes analitikası üzrə təcrübəçi işi də var. Bu işlərə də müraciət çətinlik çəkirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, bənzəri və yaxud da bənzəri olmayan bir sözlü iş tapmaca çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada baxırsınızsa, kanala daxil olun, Toğrul Əcəboğlu kanala. Kanala daxil olduqdan sonra diqqət edersəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.